hamıya. Bugün sizlə New English 5 Student Book and Workbook'dan 6-cı dərsdəyik. Yəni bugünkü dərsimiz right balance wrong time, yəni doğru yer, yanlış zaman. Görək bugünkü mövzuda nədən söhbət gedir. Gördüyünüz kimi başlıqda yazılıb. When did you go there? Deyir, nə vaxt sən getmişdin ora? I went when I was 17. Deyir ki, mən getmişdim nə vaxt ki, mən 17 yaşındaydım. Baxın, did keçmiş zaman, went keçmiş zaman. Bugünkü mətnimizin mövzusu deməli keçmiş zamanda olacaq. Gəlin baxaq. Burada deyir ki, baxın, vocabulary söz holidays. Yəni tətil, bayram bu mənaları verir. In 1 minute, bir dəqiqə, write down 5 things you like doing when you are on holiday. In the right place, but at the wrong time. Deyir ki, elə bir şey danışın ki, siz həmin vaxt tətilə getmişdiniz doğru zamanda, amma yanlış yerə getmişdiniz. Daha doğrusu doğru yerə getmişdiniz, amma yanlış zamanda. Gəlin baxaq bu mətnlərdə nə hadisələr baş verir. Last week we asked you to tell us about a holiday when a destination was worth, but for some reason time was right. Here are some of your replies. Deməli, dediyim kimi mətndəki hadisəni danışacaq. Yəni doğru yer olacaq, amma yanlış zaman olacaq. Çünki bir sıra hadisələr baş verib. Gəlin baxaq nə hadisələr baş verib. Team 20 student from Manchester. Tim 20 yaşında tələbə, şagird Manchester'da. When I was a teenager, I went on holiday with my parents to Britannia in France. Deyir, mən uşaq olanda biz Britaniyada Fransa tatilə gəlmişdik. My parents rented a lovely house on the beach and the weather was great. Deyir, biz havuzlu ev tutmuşduq, hava gözəl idi, but I was 70 and I didn't want to be on holiday with my mom and dad and my little brother. Deyir, amma mən 17 yaşım var idi və mən istəmirdim tətilə mən anamla, atamla, my little brother, balaca qardaşımla. I wanted to be with my friends. Deyir, mən istəyirdim ki, dostlarımla, mənim dostlarımla tətilə gedim. We went, baxın, went keçmiş zaman, wanted keçmiş zaman, to the beach every day and sunset and we went a fantastic seafood restaurant for my birthday. Deməli, biz istəyirdik ki, dəniz qırağında mənim ad günümü fantastik, yəni maraqlı balıq yeməkləri olan restoranda idik. But I was miserable and I hated every minute of it. Amma mən hər dəqiqəsindən nifrət edirdim bu tətilin. I didn't smile once in 2 weeks. Deyir, mən 2 həftə ərzində heç gülmədim. Didn't smile. Görürsüz, hamısı keçmiş zamanları feillərin. Keçmiş zaman qaydalı olur, bir də qaydasız olur. Deməli, keçmiş zaman düzəltmək üçün bəzi feillərin sonuna ed artırırıq. Bəziləri isə didn't, wasn't olur, did was olur və baxaq, what really made me first was that my parents let my old sister who was 9 to go to Spain with her friends. Deyir, mənim ailəm icazə vermişdi mənim bacım. 19 yaşı var hansı ki, o dostları ilə İspaniyaya səyahətə getmişdi. Yəni ona qoyduqları üçün, bacısına icazə verib ona icazə vermədikləri üçün əsəbləşmişdi valideynə və ad gününü maraqsız keçirirdi həmin tətil anını. Gəlin baxaq, Gabriel 28 marketing manager from Roma. Roma'da marketing meneceridir. Gabriel. I am from Rome and the summer here is really hot. Bura çox istidir. So last year my husband, deyir, mən yoldaşım and my qərar qəbul etdik ki, to go to Sweden, İsveçə gedək, to escape from to heat. We booked a 10-day holiday in Stockholm. Deyir, biz Stockholm'a 10 günlük yer buran etdik. Where the temperature in the summer is normally about 20 degrees. Deyir, yayda buranın
istilik dərəcəsi 20 dərəcə olur. But when we got to Scotland there was a heat wave and it was um, 35 degrees every day. Deyir, amma biz bura gəldik, buranın hər gün hava dərəcəsi 35 dərəcə oldu. It's awful because dəhşətli idi çünki there was no air condition everywhere. Kondisioner yox idi hər yerdə. We couldn't sleep at night. Gecələr yatmaq olmurdu. It was boiling in the hotel elə qaynayırdı and in the shops and museums. Həmçinin mağazalara, shoplara və muzeylərə də gedəmirdik istidən. We didn't want, görürsüz keçmiş zaman, to go shopping or go see sight or do anything. We were too hot veya gördünüz keçmiş zaman. Yəni deyir biz nə shoppingə, nə görməli yerlərə, heç yerə gedəmirdik istidən. We just sat in caves and argued all day. Bir ancaq kafede oturduq. We didn't need. Biz müzakirə edirdik. Söhbət burada qalmağımızı. İndi baxaq burada nə deyir? Kelly 26 TV journalist from Belfast. Televizor jurnalistidir Belfastda. 3 years ago I broke up with my boyfriend. Mən sevgilimlə ayrıldım. 3 il əvvəl decided to go on holiday. Qərar qəbul etdim ki, tətilə gedim. My holiday Seychelles adalarına. My travel agent told me, mənə dedi ki, mənim travel agentim. That was a wonderful, bura gözəl yerdir. But he didn't tell me that it was always a very popular place for people on the honeymoon. Deyir, amma o mənə demədi ki, bura balayı üçündür həm də. Everywhere I looked, I saw couples holding hands and looking romantically into each other. Deyir, mən hər yanda əl-ələ olan insanlar, bir-birlərinin gözlərinə baxan insanlar görürdüm. The travel agent also said it was always sunny. Deyir, o mənə həmçinin demişdi, ora hər zaman günəşli olur. But the weather was trouble. It was cold and very windy. Amma deyir, mən ora gedəndə ora buludlu və küləkli idi. Topaz. At the time I decided, görürsüz, ed artırılıb keçmiş zaman to do a diving course, one of my lifetime ambition. Mötərizədə yazılan o deməkdir ki, bu mənim həyatımın arzularından biri idi. Dalğıçlıq kursu. But it was completely disaster because the first time I went and I had a panic attack. Deyir, bu mənim ilk etdiyim idi və mən panik atak keçirdim orada olanda. I couldn't escape from the Iceland, so I spent an incredibly boring. Deyir və mən 2 weeks in Paris. Deyir, mən 2 həftəm orada çox darıxdırıcı keçirdim orada qalaraq. Bu belə. İndi baxaq. Görək nə suallar verir bizə. Reading. Yəni oxuyuruq. Read 3 letters to. Oxuyuq 3 məktubu. Hold this magazine and match artiklı. Məqalənin daha doğrusu match them with the photos. Şəklə baxaraq deməli bu suallara cavab verməliyik. İndi wanted to go somewhere hot. Deyir kim getmişdi isti yerə? Kim getmişdi isti yerə baxaq. İsti yerə gedən Gabriel idi də. Çünki baxın deyirdi 20 degrees 35 olurdu. Sonra çox isti idi. Gabriel 2-yə baxaq. Somewhere cool, soyuq yerə Kelly getmişdi. Ona isti demişdi, amma gedəndə soyuq idi. Had great food, böyük ərzaqlar yemişdi. Burada Tim yemişdi, çünki yeməyi restoranda oturmuşdular. Wanted to forget somebody, deyir o istərdi unutsun insanları. İnsanları unutmaq istəyən Kelly olar, çünki o əl-ələ insanlar görürdü. Had problem sleeping, yuxu problemi olan Gabriel idi, çünki gecələr istidən yatamırdı. Wanted to go on holiday with different people. Deyir ki, istəyirdi getsin tətilə müxtəlif insanlarla. O da Tim idi, çünki ailəsi yox, dostları ilə getmək istəyirdi. Yəni burada yazılan cümlələrin mətnində tam burada yazılan kimi yazılmasa da məntiqi olaraq kimin nə etdiyinə əsasən tapmalıyıq, yəni tapa bilərik. İndi baxaq. Find for adjectives in the article then mean very good and choose them very well underline the treated syllable. Deməli, deyir ki, mətndə for 4 sifət tapmalıyıq. Yaxşı mənada olsun, very good və choose that mean very bad. 2 dənə də pis mənalı söz tapmalıyıq. Birinci yazılıb məsələn lovely. Gəlin baxaq başqa biz nə gözəl söz tapa bilərik. Mətndə həm pis olsun, həm gözəl. Great, məsələn, gözəl mənası. Great də qeyd edə bilərik. Qoyasaq great. Sonra greatdən sonra baxaq. Başqa nə söz görürük?
Fantastik. Fantastik de gözəl sözdür. Məsələn, burada görürsüz Eyful sözü var. Eyful dəhşətli, pis mənasındadır. Bizə də Eyful yazaq. Aha. Burada baxın wonderful var. Wonderful da gözəl deməkdir. Onu da yazaq. Popular. Popular da yaxşı mənadadır. Onu da yazaq. Məşhur. Deməli, 4 dənə yaxşı mənalı sifətimizi tamamladıq. Grateful, wonderful, ikisi də gözəl deməkdir. Popular, məşhur, fantastik, yəni fantastik. İndi pis mənalı Eyful yazdıq. Bir də nə var görək? Bir də baxın burada terrible var. O da Eyful kimi dəhşətli deməkdir pis mənada. Onu da qeyd edək pisə. Sifətlərimizi qeyd etdik, adjektivlərimizi. İndi keçək qrammatikaya. Deyir ki, past simvol regular and irregular deyir, keçmiş zaman qaydalı və qaydasız olur. What's the past simple of these verbs? Deyir, nə vaxt sözlər keçmiş zaman olur. As irregular or irregular nə vaxt qaydalı və qaydasız olur. Çünki answer with text. Baxın burada birinci. Be nədir? Be olmaqdır. Be was olacaq. Was verb. Want keçmişdə went olur. Deməli, want da wanted olur. Çox istəyirəm went, go ilə went olur. Deməli, be-nin keçmiş zamanı was verb-dür. Cümlədə was idi, was yazdıq. Was bilirsiniz ki, üçüncü şəxs təklərlə işlənir. Go-nun keçmiş zamanı went-dir. Want-un keçmiş zamanı wanted. Sunbathed olur. Artırılır görürsünüz. Rented, make it olur. Deməli, let isə bəzi feillər vardır ki, onlar indikdə də, keçmişdə də, gələcəkdə də eyni olur. Dəyişmir, heç nə artırılmır. Let olduğu kimi let qalır. İndi onu mən sizə qaydaları izah edəndə, qaydalar üçün ayrı bir xüsusi izah dərsi keçəndə izah edəcəm. İndi baxırıq, burada past simple keçmiş. Zaman verb text watch RC infinitives. Deməli, underline to negative past simple. Verbs in the magazine article. How do you make negative and caution in the past simple? Deyir ki, mətndə həm negativ past simple, yəni inkar, həm də sualda yazaq. İndi gəlin baxaq. Negativ, keçmiş zaman, sualda və inkarda necə olacaq? Elə ikisini bir arada yazaq, öyrənək. Baxaq, biz normal verbs, biz was were. Was were-nin işlənən feilimiz hansı idi? Baxaq. Bura baxaq, yazıb ki, and the weather was great. Weather was great deyir ki, hava məsələn yaxşı deyildi. Gəl bunu sualda yazanda necə olur? Sualda dedik ki, xəbər, yəni zaman keçir önə, was olur. Was weather great sual. Və biz bunu inkar eləmək istəyiriksə, was-un sonuna not artırırıq. Wasn't weather great. İzah edə bildim. Yəni ki, əgər biz zamanlarda məsələn were keçmiş eləmək istəyirsə, were-dən sonra not gəlməlidir və ya da weren't olur. Qısaca yazılır weren't. Yəni ki, inkar ya bir cümlə inkarda olmalıdırsa, həmin inkar hissəci bu feillərin xəbərlərin sonunu artırılır və əgər həmin sual, həmin cümlə sual olmalıdırsa, bütün bunlar birinci önə keçir. Mübtədadan da önə keçir. Birinci o gəlir. Əgər cümlədə sual sözümüz, suallarımız yoxdursa, məsələn, who, was və ya bunlar yoxdursa, could da olur, couldn't və ya could not. Sualda da could önə keçir. Bu belə. Gəlin baxaq. Action, regular, irregular verbs, remember, regular verbs. Deməli, 3 dənə deyir, 3 dənə feil yazaq, sonra ed olsun. Biri elə var idi, məsələn, want, wanted. Düzdür, ed artırdıq. Make, maked. Ed artırdıq. Sonra rent, rented. Gördünüz, ed artırdıq. Deyir ki, burada nədir? We walked, görürsünüz, ed artırılıb. Keçmiş zaman holder. We walked, bizdir gəzirdik, to the hoteldə. Gəzdik. Walked. Burada baxın, sunbathed ed. Keçmişdə argued ed. Keçmişdə
rented, decided, qərar qəbul. How do you pronounce the past simple of three verbs? Deməli deyir, bunlardan hansı keçmiş zamanda hansı keçmiş? Baxın, ask askıd olur, hate hated olur, sonuna dı artırılır, görürsüz. Need needed olur. Sonra smiled, stayed, talked. Gördünüz, hamısına ed artırdıq və oldu keçmiş zaman. Listenəcə qulaq asaq görək. Circle the irregular verbs with different vowel sounds. Burada baxın, irregular qaydasız. Qaydasızlar da burada görürsüz, söz tamam dəyişir. Də ed artırılma dəyişir. Walked, put, paid, saw. Məsələn, spoke, took, called, coach, come. Belə, indi baxaq beşə. Burada nə deyir? Listening. Listening to the story about his uncle and aunt. Listening uncle, dayısı and xalası. Why holiday is disaster? Because deyir, onlar nə üçün tətildə var? Biz bunu yaza bilmək üçün səsə qulaq asmalıyıq. Səsi də hal-hazırda qoşa bilmirəm də. Sualları oxusaq biləcəyik ki, səs hansını seçə bilərik. Because the weather was awful, deyir, hava dəhşətli idi. Because the place was very noisy, yer səs-küylü idi. Because they argued, mübahisə var. Onlar mübahisə edirdilər. Yəqin ki, hansı olar? Hava pis olar yəqin ki. Təxminlə. Beyal üstünə corrects the wrong information. Sim went to Ibiza. His aunt and uncle went to Ibiza. Burada deməli cümlələr səhvdir. Biz onu düz edəcəyik. Bunun üçün də biz mətnə qulaq asmalıyıq. O yoxdur bizdə hal-hazırda. Mən keçdiyim üçün sizə qoşa bilmirəm. Yəni mətnə qulaq asandan sonra artıq biz biləcəyik ki, burada yazılanın yarısından sonra səhv olanda düzəltməyi biləcəyik. Məsələn, they thought exciting holiday deyir. Onlar istədilər həyəcanlı tətil keçirmək. They usually spend deyir, onlar vaxtlarını xərcləmişdilər xaricdə abroad holidays tətilə. They knew deyir, onlar istədilər the party Iceland. Icelandda parti, adalarda partisi. They first birinci o getmişdi. 1990-cı ildə they booked the holiday as a travel agent. The hotel deyir, oteldə onlar deməli part of town. They are going to abroad again next year. Gələn ildə xaricdə görüşməyə gedəcəklər. İndi altıya baxaq. Altı. Thinking about your answers these questions. Your last holiday. Bu deyir ki, bu sözlərdən indi də sən özünlə danışaraq suallar düzəlt. When, go və ya go when. Hara, getmək, kim. Və keçmiş zamanda gəlin quraq ki, rahat olsun biz. Yəni ki, öz mətnimizi, öz tətil mətnimizi özünüz quraq. İkinci suala baxın. Who, go with, kim gedir, kimlə gedir, how, necə və hara gedir və ya harda qalır, stay. How long, nə qədər qalır, hava necə olur, axşam olur, at night, have a good, yaxşı vaxt keçirlər, have any problems, problem olurmu? Buna uyğun gözəl bir mətn yazıb hazırlaya bilərsiniz. Məsələn, mən tətilə, yayda tətilinizi harda keçirsiniz, o vaxtda bu suallar əsasında yaza bilərsiniz. Yazın, yoxlayaq istəyirsinizsə. Works deyir ki, bunu patentinizdə də edə bilərsiniz. Belə, bitdi. Gəlin keçək. Workbook'a. Workbook'da birinciyə baxırıq. Rəhsif reysiz. Deməli, buradakı söz birləşmələrini burada qeyd edirik. Birincidə nə edir? Go, üzür. Yazırıq ki, go, swimming. İkincidə nə edir? Pasport təqdim edirlər. To go, pasport. Üçüncüdə nə edir? Üçüncüdə kamp düzəldir, go camping. Dördüncüdə nə edir? Görürsüz, şəkil çəkir. Şəkil çəkməkdə take photos deməkdir. Beşincidə nə edir? Nəsə alır, buy shops. Altıncıda nə edir? Maşın sürür, rent a car. Yedincidə nə edir?
Axşam alış-verişi, go shopping at night. 8-də 8 hanı gəzir. Go for a walk. Bu belə işləm. Go for a walk söz birləşməsi. 9-da oteldə qalır. Stay in a hotel. Onda nə edir? Go sightseeing. Görməli yerlərin şəklini çəkir. Belə. İndi B-yə baxaq. Complete sentence with the words. Deməli, havaya uyğun yazırıq. We are lots of warm clothes. Deyir, çox geyinmişdi. It's a freezing on outside. Freezing yəni buz idi, hava buz idi, çox geyinmişdi, düzdür. Deyir, 30 is hot but 40 is boiling. Düz boiling olacaq, çünki qaynayırdı da hava çox dərəcəsi artanda. O ki qaynamaq boiling olur. 3. We can't go skiing. There was no snow. Deyir ki, yəni ki, qar yox idi elə də. I can't see anything. Deyir, bir şey çəkə bilmirdi. It's foggy, dumanlı idi. It is sunny, deyir, günəşlidir. No, it is cloudy. Günəşli deyilsə bulutlu olacaq. Çünki inkardır. It doesn't usually rain much in the summer. Deyir, yəni yayda yağış çox yağmır da. İndi baxaq 2-yə. Grammar past simple irregular. Burada da bu fiilləri keçmiş zamanda yazırıq. Məsələn, arrived, hated, walked, agreed, stayed, had, did. Yox, had, did dəyişir. Bunu bura kimi yazır. Sonra began, spent, so bunlar da kökündən dəyişir. İndi B-yə baxaq. Negative sentence. We studied in Japan. Not burada olacaq didn't. Birinci zaten yazılıb. They spoke Polish. Didn't spoke. Sonra my uncle was a nurse. Wasn't olacaq. Wasn't olur. I slept badly. Yəni yaxşı deyil. Didn't sleep. Köməkçi feillərlə olur inkarları. My mom enjoyed. Enjoyed. He picked up the change. Didn't change. You will let them. O da olacaq. Veya not right. Yəni o gecikdirdi. İndi C-yə baxaq. Complex exact past simple form of verbs in the box. Buradakı sözləri geçmiş zamanda seçirik. Argued, rented, have had olur, go went olur. No, did know olur, did know. Sonra drive, fly. Bir de was were best oldu. Güzel tertip. Göre hansını seçirik. 10 years ago I went. Deyir, 10 il əvvəl mən istirdim United States with my parents. Mənim partnerim ilə United States'də. We flew olur, fly olur. To San Francisco. Deyir ki, biz uçuq San Francisco'ya, maşın rented. Maşın tutduq, and then drive to Arizona. Deyir ki, maşın sürdü, drive oldu. To visit Grand Canyon and then Las Vegas and Los Angeles. We have had oldu a fantastic time. Bu deyir, yaxşı, fantastik vaxtı. We are going to icazə deyir, onlar bir-birlərini barisi etdi. Very well at the time, yaxşı vaxtda. But we got on very well, deyir, onlar getdilər. We didn't know. Gəzə deyir, biz bilmirdik birlikdə. 24 hours a day for 10 days. 24 saatin 10 saatini, but we only, amma mən təkcə were, biz təkcə yəni were once when we got lost. Dəqiq nə vaxt ki biz itirdik onu. We got married after that, biz evləndik and are still together, hələ də birlikdəyik. Tərcüməyə əsasən sözləri yerinə qoyub keçmiş zamanda yazdıq. D-yə baxaq.
Use text again. Kompleks konuş. Suallara cevap ver. Sual daha doğrusu düzeldi. San Francisco yazıp da bu onun harda olduğunu sor. Where did you go? Did geçmiş zaman. Sonra ZTS neçə əvvəldən indən söhbət gedirsə when did you go olacaq. Yine did. Good time. Yes, deməli. Good time-la həmişə have işlənir. Did you have a good time? Have-dəki did ikinci feil olur. Did you get on well? Get on well hər zaman bir işlənir. Yes, very well. How many times did you have only once? Student book. İndi baxırıq bura. Sonra ed artırırlar. Played, decided, start, listened, wanted, hated, loved. Görürsüz ed artırırlar. B'ye baxaq. B'də nə deyir? Arası irregular present, irregular dəyişənlər. Bought. Görürsüz bought. Sonra give, drove, broke, drank. Bunlar kökündən dəyişənlər. Gözləyin, işarələyim. Belə. İndi baxırıq. More words to learn. Translator. Bu sözlərin tərcümələrini yazırıq. Baxaq. Awful. Awful sifətli, dəhşətli deməkdir. Pis mənadadır. Yəni fantastik. Yaxşı mənadadır. Fantastik sifətli. Farce, əsəbidir. Great, gözəl. Lovely, sevimli. Miserable, sehirli. Terrible, dəhşətli. Awful'un sinonimidir. Wonderful, gözəl. O da great'in sinonimidir. Break up. Sonra salmaq deməkdir. Escape from work. Bu da feil kimi deməli, break up ayrılmaq, escape qaçmaq, xilas olmaq mənasında gedir. Bu questions da suallar zamanı can you answer these questions? Bu suallara gəlin birlikdə cavab verək. Siz də oxuyun və cavab verin ki, səviyyəniz artsın. Danışıqda where did you go for your last holiday? Where deyir, harda oldu keçən yay tətilin. Keçmiş zamanı soruşur. Görürsünüz, did. Biz buna cavab verək, harda oldu. Çox asandır cavab vermək. Baxın. Verəni çıxardırıq cavab verəndə. Məsələn, söhbət məni deyir də, yerinə ay qoyuruq, ay. Sual verəndə, məsələn, keçmişdə go verdik. Düzdür, sual verəndə isə did go olur. Yəni, köməkçi feil gəlir və feil kökündə olur sualda. Ona görə də deyirik ki, did go yox, deyirik ki, I went. Tətilimi keçən yay. I went for my last holiday in the beach hotel. Məsələn, how did you go there? Necə getdin ora? Viska maşınla. Where did you stay? Harda qaldın? I stay in the hotel. Did you have